Dediğim gibi biz Zadeli uzak rayonlardan da bu şekilde sonra da burada ziyaret ediyoruz. Uşaqlarımız da qabaqdadır. Hər birimiz ailəlikcə ziyaret edirik. Yəni uşaqlarda vətənpərvərlik hissləri, yəni şəhidlərə özlərini də aşılar, bizim deməmizə ehtiyac olmur. Yəni onlar da həmişə can atırlar ki, bu gün olmasın. Hər vaxt bizim qonlar burada yol düşəndə şəhidlər ailəsini ziyaret edilir. Bizler birinci dayananda əlindəki paltarları var idi, giydi əlinə. Dedi, mən gedirəm, açarlar da deyir, mənə. Siz rahat edin, mən gələcəm. Ancaq tez çölə çıxınca mən də çıxdım. Mən arxası çölə çıxdım. Burada Əyyuba uçurtdular lazım, mən onu tuta bilmədim. Dəqiqə nəydi, mən onu tuta bilmədim. Şimdi baxdım ki, gitti. Ben gece səhərə qədər onu gəzdim, yatmadım, tapa bilmədim. Yiyən olmasından oldu. Onun əynin paltarlarını, zatlarını hamısı özü 22 yaşındaydı. Belə bildirək ki, 35 yaşındaydı. Onun nə qədər paltarı, zadlardı, əynindən düşmüşdü. Uşaqların bir neçəsi xəbər verdi, 3 dənə qonşumuz var. Onlar da getmişdi. Dedi ki, Əyyub ölü daşıyır. Gördük. Ayağının üstünde de kan dökülmüş. Sonra haber diyen olmadı. Neçə aydan sonra Əyyub tapıldı. 40'a çıkandan sonra tapıldı. Evin haçarı, iş yerinin haçarı, özü de Karadeniz zabıtında işti. Çok böyle görkemli bir boyluk bunlarıydı. Ona 35 yaş verdiğine onu biz tapabilirdik. Ama 22 yaşında. Başka sağ olun. Aynı Nizami kızı. Hansı şəhidin ailəsiniz? Hüseyin Nizami Poladı. Yəni bu gün haqqında nə deyə bilərsiniz? Bu gün həm çətindir, həm sevinclidir. Çətindir ona görə mən atamı itirmişəm 7 yaş. Amma fəxr edirəm ki, o şəhid qızıyam. Həm başımızın ucalığıdır, həm vətənimizin ucalığıdır. Sizə şəhid ailəsi olmaq nəyə bərabərdir? Ən böyük zirvədir, ən böyük zirvəsi. Fəxr edirəm ki, şəhid qızıyam. Çox sağ olun.
1990-cı illərdə 20 yanvar hadisələrdə mənim atam işdəydi. Hava kişi tanıdır. Evdən iş alınacaqdı. İş vaxtını bitirdiler. 20 yanvar hadisələri açdı, oraya getdi. Və evə gəlmədi. Mənim onda 2 yaş yarımda bir bacım vardı, 1 yaş yarımda. Bir qardaşım da elə atam öləndən sonra oldu. Elə güclə xatırlayıram. Şəhidin neçə yaşı var idi? 30 yaşı xiyabanda oldu. Yəni şəhid ailəsi olmaq sizə nəyə bərabərdir? Vətən uğrunda, vətənimizin azadlığı uğrunda. Biz üçün hər şeydir, millətimiz baş sağ olsun. Sağ olsun. Getirin. Ortadan saxla, ortadan qaldırın bari. Bakın onlara bakalım.